İstiğfar etmək deməkdir mənası. Ət-Təvvəbu mübaliğəli ismi faildir bu və yaxud buna sifətin demək mübaliğə dərəcəsində də deyilir. Sifətin mübaliğə dərəcəsindədir. Çox qəbul edən, tövbələri çox qəbul edəni deyirlər. Bu da Allah Taala'ya məxsus sifətdir. Təbə yətubu feilindən əmələ gəlib. Sonra Təbbət Məsəd surəsi Təbbət 1-2 Təbbə yətibbu təbbən müzaaf feildir. Yəni iki dənə eyni hərf qoşalaşıb burada həlak olmaq deməkdir. Zərər etmək mənasındadır. Sonra əl-yadu əl-əydin əl-əllər. Sonra əbu əl-əbu əbəun demək atalar mənasındadır. Əl-ləhəb alov deməkdir. Sonra kəsəbə yəksibu kəsbən qazanmaq, kəsb etmək deməkdir. Əğnə yuğni iğnəən an. Bu əğnə feili an ön qoşması ilə işlənir. Feilin 4-cü babındadır. Naqis feillər qrupuna aiddir. Yəni sonu yə ilə nedir? Bitir. Ona görə naqis feillər qrupuna aiddir. Sonra əl-məlu